Əziz və çox dəyərli izləyicilər, bir düşmən haqqında danışacağım. O düşmən bizim özümüzdəndir. Daha yaxın o bizim içimizdədir. Və çox təhlükəli düşməndir. O düşmən haqqında alimlər böyük kitablar yazmışlar. Onun hətta ləqəbi var. Huva aduvun ladudun beynə cənbey. Bizim dərimiz ilə sümüyümüzün içərisindədir. Elə bir düşməndir ki, subhanallah, o bizdəndir. Biz ondanıq. O biz özümüzük. Amma sanki bizdən deyil. Bizim düşmənimizdir və biz onunla bacarırıq. Ələ və hiyyə ən-nəfs. Kimdir o? Nəfs. Nəfs çox qorxulu düşməndir, qardaşlar. Nəfs nədir? Sözün həqiqi mənasında bizik. O bizim ruhumuzdur. Allah Subhanahu teala məhz onu Quran-ı Kərimdə insan olaraq qəsd eləmişdi və heç yanda onu tərifləməmişdi. İnnehu kana zalumen cehula. Buyurmuşdu ki, həqiqətən insan zalum və cəhuldur. Yəni zülm edən zalimdir və cahildir, qafildir, həmçinin nadandır, həmçinin naşükürdür, həmçinin nankordur. Baxın ayətləri. Subhanallah. İnnel insan li rabbihi lekanud. Həqiqətən insan Rəbbinə qarşı nankordur. Yəni subhanallah. Allah Teala kimi onu tanıyan yoxdur. Çünki onu yaratan Allah'tır. Yuridullahu liyubeyyine lekum ve yehdiyekum sunenellezine min qablikum ve yetub aleykum. Allah Subhanahu teala bu kitabı nazil eləməklə sizə yol göstərmək istəyir və sizi qurtarmaq istəyir, xilas eləmək istəyir və sizə tövbə eləmək istəyir ki, siz Allaha dönəsiniz. Şübhəsiz ki, Allah bilən və hikmət sahibidir. Liyubeyyin lekum və yetub aleykum. Vallahu alimul hakim. Vallahu yuridu en yetub aleykum. Allah Subhanahu teala istəyir ki, siz dönəsiniz ona. Ona qaydasız. Və yuridul-lezine yettebi'une'ş-şehevati en temilu meylen azima. Amma şəhvətlərə sizi meyl elətdirənlər sizi saptırmaq istəyir. Həqiqətən bu nəfs qəribədir. Subhanallah. O nəfsdir ki, bilmirsən ki, qiyamət günü, daha da üzr istəyirəm, bilmirsən ki, ölüm anında ikisindən hansı biri ilə səni çağıracaqlar. Çağıranda həmin nəfsi çağıracaqlar. O nəfs ruhdur. İki çağırışdan biri olacaq. Ya həsrata görəsən o çağırışdan hansı biri ilə bizi çağıracaqlar.